3-4 ay bundan qabaq Bakü TV-yə müsahibə vermişdim və demişdim ki, çox sözlər gəlir, qadın nədir, idmançı nədir, qız nədir, idmançı nədir və bu göz qabağındadır. Azərbaycan qadın komandası, karateçiləri Dünya Kubokuna gedir. Nəhəng ölkələrin arasında Azərbaycan komandası var idi və bu qadınlar idi, qızlar idi. Ona görə demək istəyirəm ki, əziz valideynlər, uşağınızın, qızlarınızın arxasında durun, dəstək olun, idman istəyirlərsə idmana gətirin. Yəni biz bacardıq, biz Avropada Azərbaycan qadını olaraq çox böyük bir uğur qazandıq və yəni Avropa bizdən danışdı ki, Azərbaycanın qadın karateçiləri 10 ildən sonra kürsüdədir və Dünya Kubokuna gedir. Bu elə-belə bir iş deyil, hər necə deyim, kişilərin belə edəcəyi bir şey deyil və bunu biz etdik. Ona görə demək istəyirəm ki, övladlarımızın dayaq olun, arxasında olun, karateye gətirin.